5 manata bazarda elə maraqlı şeylər satırlar ki, ilk öncə onu qeyd edim ki, bura Sabunçu bit bazarı, 2 təkərli velosipedlər də var və bu cür 5 manata satılan ütülər də var. Velosipedləri soruşan izləyəcəyimiz çox idi. Baxın, təbii ki, var. 2 təkərlisi var, hətta 3 təkərlisi var, Scarsnoy var, sadəsi var. Qiymət hər qiyməti var. Burada sən 50 manat velosiped ala bilərsən, burada sən 200 manat velosiped ala bilərsən təbii ki. Hansı ki, keçən dəfə gördüm burada 800-900 manat satılan velosipedi 200 manata satdılar. Çox möhtəşəm velosiped idi. İndi isə onu görmürəm çox ki satılıb. Bazar böyükdür. Bazar haqqında dünənlər YouTube səhifəmizdə də 10 dəqiqəlik video paylaşmışıq. Keçib izləyə bilərsiniz. Baxın, velosipedlərdir, nə bilim toz sorandır, ət çəkəndir. Yəni böyük bazarda böyük çeşid də var həddindən artıq. Möhtəşəm şeylər var. Bunun da qiyməti möhtəşəmdir həqiqətən də. Sabunçu Rus bazarıdır. Sabunçu bit bazarıdır bəziləri əşya bazarıdır. Sabunçuda yerləşir. Ütülərin qiyməti baxın 5 manat. Özü tefaldır ha yeri gəlmişkən. 5 manat özü tam işləkdir qardaş deyir. 5 manata da var, 10 manata da var. İndi neçə gün işləyəcək o mən də bilmirəm təbii ki. Sadəcə gördüklərinizi sizin üçün çəkilib paylaşırıq. Üzərində qiymət 5 manat yazılan da var, 10 manat yazılan da var. Və bu arada videoları izlərkən bəyənib kanalımıza da abunə olmayı unutmayın ki, endirim paylaşımlarını qaçırmayasınız. YouTube səhifəmizdə dünən bu haqda paylaşım eləmişik. Keçib izləyə bilərsiniz.